Çoxları deyirlər ki, bunlar həcilər gedirlər, həcə 10.000 manat verirlər, 10.000 manatı aparıb ərəblərə verirlər, ərəblərin qarnlarını doyuzdururlar. Onun yerinə aparıb kasıb ailələrinə verərdilər, kasıbları doyuzdurardılar, kasıb aparıb şəhid ailələrinə verərdilər. Yaxşı, mən sizinlə razıyam. Bilirsiniz, mən həmişə haqlının tərəfdarı olmuşam. Kim haqlıdırsa, düşmənim də haqlı olsa, onun tərəfdarı olmuşam. Qardaşım da haqsız olsa, onu müdafiə eləməmişəm heç vaxt. Bax, həclər gedirlər 10.000 manat məsəl üçün verirlər. Bilirsiniz, o atalan bir söz var, həm ziyarət, həm ticarət. Onlar həm ziyarətə gedirlər, həm də ticarətə gedirlər də, belə mənada götürək. Yaxşı, aparıb versinlər kasıb ailələrinə. Mən sizinlə razıyam. Bax, bu yaxınlarda Messi gəldi. Futbolist Messi gəldi Azərbaycana. 80 milyon dollar ona pul verdilər gəlməyinə. 80 milyon dollar 136 milyon manat puldur. 1 manat 70 köpüklə vuranda 136 milyon manat puldur. Həmin o Messiyə aparıb 80 milyon dolları, 136 milyon manatı Messiyə Azərbaycana gəlmək üçün verməkdənsə, bütün Azərbaycanda nə qədər şəhid ailələrimiz, nə qədər qazilərimiz var, hamısına bəs eləməzdi. Bəs bunu da deyində, aparıb verərdilər. Həmin o şəhid ailələri, həmin o qazilərimiz əziyyət çəkirlər, kasıbçılıqdan əziyyət çəkirlər, aparıb verə bilməzdilər. Yaxşı, deyək ki, məsəl üçün, bunlar qazanc məqsədi ilə gətirdilər onu. 80 milyon dollar, 136 milyon manat ona verdilər. Ən azı deyək ki, bir 200 milyon manat da qazandılar. Bəs ona gedən həmin o Messinin görüşünə gedənlər, deyək ki, biletin ən ucuzu yəqin ki, əgər o 80 milyona gəlibsə, bir 20 milyonda onun burada hazırlığı olub, nə bilim, gəlişi, hər şeydə, deyək ki, 100 milyon. Onun görüşünə gedənlər ən azı, deyək ki, bileti 100 manatdan hesablayaq. Ən azı 100 manatdan. Yəni 100 manatdan ucuz bilet olmaz, mən belə fikirləşirəm. Həmin onun Messi kimdir ki? Azərbaycan üçün Messi kimdir ki? Bəyəm şəhid ailəsindən artıqdır, bəyəm qazilərimizdən artıqdır. Həmin o 100 manatı gedib Messiyə aparıb verib, onunla görüşənəcən aparıb ölərdin, verərdin şəhid ailələrinə, ölərdin, verərdin qazilərimizə. Axı onlar bizim üçün canlarını qurban veriblər. Bizim yaxşı yaşamağımız, sənin, mənim yaxşı yaşamağımız üçün o şəhidlərimiz öz canlarını qurban veriblər ki, mən canımı sənin əvəzivə qurban verirəm, mənim ailəm sənə əmanətdir. Bəs o qazilərimiz gedib canlarını, nə bilim, gözlərini, qulaqlarını, qollarını, ayaqlarını bizim yolumuzda qurban veriblər. Ölərdin, aparıb verərdin o 100 manatı həmin o şəhid ailələrinə, həmin o qazilərə. Messini aparıb onun görüşünə ən azı 100 manat olub da. Yəqin ki, 100 manatdan ucuz bilet olmayıb da. Deyək ki, 100 manat. 10 minlərlə adam getdi onun görüşünə. 10 minlərlə adamın 100 manatdan hesablarla gör nə qədər puldur. Aparıb verərdiniz, ölərdiniz, aparıb verərdiniz, məsəl üçün, həmin o şəhid ailələrine, kasıblara verərdiniz. Nə qədər kasıb, Azərbaycanda nə qədər kasıblar var, acından ölənlər var, aparıb verərdiniz ona. Mən Messi ilə görüşə getmişəm. Gedirlər onda selfie çəkirlər. Nə olsun, nə mənası var? Ay bədbaxt, sənin pulu, həmin o ərəbləri aparıb o həcilər verirsə, sənin də pulu aparıb Messiyə verdin də, Messi apardı yedi də. Nə fərqi var ki? Xaricidir də. Ya ərəb olsun, ya Messi olsun. Və ya, məsəl üçün, hər il 10 minlərlə turistlər Azərbaycandan gedir xaricə. Gedirlər orada, yiyirlər, içirlər, nə bilim, milyonlar xərcləyirlər orada. Həmin o turistlər getdiklərinə, aparıb orada verdiklərinə, məsəl üçün, aparıb xaricilərə yedizdirdiklərinə, o da xaricidir də, öz kasıb ailələrinə yedizdirməzlər. Niyə ki, şəhidlərimizin ailələrinə yedizdirmirlər?
mən getmişəm Meksikaya, mən getmişəm. Nə olsun, nə mənası var ki? Nə mənası var? Bax, bunu da deyin də. Yenə deyirəm, mən həmişə haqlının tərəfdarı olmuşam. Haqsızın heç vaxt tərəfdarı olmamışam. Bax, bunu da deyin də. Deyəcəksiniz ki, həcciləri müdafiə edirsən. Həcciləri müdafiə eləyirsən deyəndə, onlar da sən necə, həmin o turistlər gedib necə, məsəl üçün, Meksikanı, Amerikanı, nə bilim, Almaniyanı, başqa ölkələri ziyarət eləyirlər. O da ziyarətdir də. Həm ziyarətdir, həm ticarətdir. Gedirlər oraları ziyarət eləyirlər. Pullar xərcləyirlər. Həccilər də orada gedirlər də, Məkkədə gedirlər, həm ziyarət eləyirlər, həm də ticarət eləyirlər də. Oradan nə isə alıb gətirirlər, yəqin ki, satırlar, nə bilim, nə edirlər, ya paylayırlar. Başa düşdünüz? Yəni bunu da deyin də, cəmaatın gözünə nəyə soxursunuz ki, hə, 10 min aparıb ora verdiyinə, ərəbin qarnını doyuzdurduğuna, elə kasıblara versin, ondan gözəldir. Yaxşı, həmin o deyənlər, bilirsiniz necədir? Özləri hər yerə pullu insanların, çoxları pulludular. Gedirlər yaxşı, gedirsən o xaricə, ərəbin o qarnını doyuzdur, sən də aparırsan Meksikanlının, Amerikanın, İngilisin, nə bilim kiminsə Almanın qarnını doyuzdurursan da. Gedirsən turisti edirsən, həmin o pulları aparıb xərcləyirsən oralara da. Həmin şey deyil. Siz danışanda həmişə düzgün danışın da, həmişə danışanda elə danışın ki, bunun başqa tərəfi olmasın. Yenə deyirəm, Messinin görüşünə getmək nə məna verdi ki? Və ya başqası olsun. Məsəl üçün, başqa bir müğənni gəlir, məsəl üçün, başqa bir kimsə gəlir də, onun görüşünə, onun konsertinə, onun nə bilim nəyinə gedirlər, pullar xərcləyirlər. Bəs bunu nə gözə çarpmırsınız? Bunları nə demirsiniz ki, aparıb həmin o xaricdən gələnlər, müğənnilər, nə bilim kimlər aparıb onlara verirlər ki, biz bunun konsertində olmuşuq. Nə məna verir? YouTube'da onun konsertləri verilir də. Oturun, baxın da. Bütün sosial şəbəkələrdə onun konsertləri verilir. Oturun, baxın da. Həmin o pulu aparıb ora verdiyimizi aparın kasıblara verin, aparın şəhid ailələrinə verin, aparın qazilərimizə verin. Onlar da sevinsinlər, onlar da görsünlər ki, həmin o şəhid ailələri, biz övladımızı, biz qardaşımızı qurban vermişik vətən uğrunda, mənim millətimsə həmin onu dəyərləndirir və ya qazilər, mən qulağımı, burnumu, qolumu, ayağımı vətən uğrunda qurban vermişəmsə, mənim millətim məni dəyərləndirir. Bax, bunu deyin. Yoxsa nə başlamısınız? Həccilər belə, həccilər belə. Siz də eləyin də, başa düşürsünüz. Aparın o həmin o kasıb ailə, inanın ki, həmin o turistlər hər gün, hər il milyonlarla aparıb xaricilərə pul yedizdirirlər, qarnlarını doyuzdururlar. Onu Azərbaycana xərcləsələr, Azərbaycandakı o kasıblara, şəhid ailələrinə, qazilər, inan ki, Azərbaycanda kasıb qalmaz. İnanın, kasıb qalmaz. Başa düşdünüz? Aparırlar özlərini göstərirlər ki, mən getmişəm, nə bilim, Meksikada, Amerikada, İtaliyada dincəlmişəm, mən pullar xərcləmişəm, selfilər çəkdirirlər, Messi ilə görüşmüşəm, nə bilim, Ronaldo ilə görüşmüşəm, kimi ilə görüşmüşəm. Nəyə lazımdır bu? Siz bu, nə bilim, axmaqlığın ən dəhşət dərəcəsidir ki, çalış, sən özünü elə göstərcinə ki, başqalarına ibrət olasan. Başa düşdün? Sən kasıba əl tutcunən ki, o kasıbın çox sağolu onlardan hamısından üstündür. Bilirsiniz, bax, bunları dəyərləndirir. Həcciləri günahlandırmayın. Onlar da gedirlər özləri üçün, həm ziyarət edirlər, həm də ticarət edirlər. Onlar da gedirlər, turist kimi gedirlər də, başqa ölkələrə gedirlər. Başqa gedirlər Məkkədə, başqa dövlətin ölkə gedirlər, oranı ziyarət edirlər. Bunun heç bir qəbahəti yoxdur. Onu günahlandırırsınızsa, bunu da işıqlandırın, qabardın. Başa düşdünüz? Onları günahlandırırsınızsa, bunları da işıqlandırın, qabardın ki, millət, bax, belədir. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. Biz dərk edək də bunları. Şəhid ailələrimizi, qazilərimizi hər zaman başımızın üstündə tutaq. Başa düşdünüz? Onlar bizim başımızın tacıdırlar.